İzah ilə davam edirik. 61-ci sualda deməli verilib məxrəcləri bərabərləşdirmək lazımdır. Bunun üçün əvvəlcə ikinci kəsrin sürət məxrəcini 2-yə vururuq. Yəni orta məxrəc şəklində yazanda 27-nin kvadratı üstəgəl 2 vurulsun 27 vur 13 üstəgəl 13-ün kvadratı alınır. Məxrəcimiz olacaq 400 bərabərdir. Surətdə 27 üstəgəl 13-ün kvadratı, məxrəcdə isə 400 alınır. Bərabərdir. 27-nin üstə 13 gələndə 40 alınır. 40 vurulsun, 40 bölünsün 400 deməkdir. İxtisarlarımız gedir 11. Cavab alınır 4. Yəni B variantı. 62-ci sualda verilmiş ifadənin vuruqlara ayırın. Deməli, ortaq vuruq kimi B-nin mötərizə xaricinə çıxardırıq. Alınır B kvadratı, çıxılsın 8B, üstəgəl 16 bərabərdir. B kvadratı çıxılsın 8B, üstəgəl 16-nı biz vuruqlara ayırsaq, müxtəsər vurma kimi düsturundan tətbiq eləsək, yəni alınacaq B çıxılsın 4-ün kvadratı. Deməli, B vurulsun, B çıxılsın 4-ün kvadratı, cavab olacaq D variantı. 63-cü sualda yenə ortaq vuruq kimi A-nı mötərizə xaricinə çıxardırıq. Alınır A kvadratı, çıxılsın 6A üstəgəl 9. Bu da bizə verir A vurulsun A çıx 3-ün kvadratı. Yəni 63-cü sualda A variantı olacaq. 64-cü sualda deməli birinci ifadəmizdə, daha doğrusu ilk iki ifadəmizdən biz K-nı çıxarda bilərik mötərizə xaricinə. İki ifadəmizdən isə mənfi M-i çıxarsaq, alınacaq K vurulsun M çıx N. Daha sonra mənfi M-i çıxarsaq, burada da alınır M çıx N bərabərdir. Ortaq vuruq kimi yenə M çıxılsın N-i mötərizə xaricinə çıxarsaq, mötərizə içində K çıxılsın M qalacaq. M çıxılsın N, K çıxılsın M. Buradan bizə verir M çıxılsın N-in qiyməti 7'dir. 7 vurulsun. M çıx K 2'dir. K çıxılsın M, onda mənfi 2 olacaq. Hasilimiz olacaq mənfi 14. 64-cü sualda cavab olacaq A variantı. 65-ci sualımızda yenə ortaq vuruq kimi ilk iki ifadədən S-ni çıxardırıq ortaq məxrəc kimi, daha doğrusu ortaq vuruq kimi. Daha sonra isə mötərizə içində qalır A plus B. İkinci iki ifadədən, yəni cəmdən A-nı çıxardırıq mötərizə xaricinə qalır A plus B. Hər ikisindən deməli ortaq vuruq kimi A plus B-ni çıxardırıq mötərizə xaricinə alınır A plus B. Mötərizə daxilində qalır S çıxılsın A. Bu da bərabərdir. A çıxılsın A üstəgəl B-nin qiyməti neçədir? 5. Vurulsun. A çıxılsın S 3 olduğuna görə S çıx A olacaq mənfi 3. Cavab olacaq mənfi 15. Yəni 65-ci sualda A variantı. 66-cı sualda birinci ifadəni surətin vuruqlara ayıranda nə alınacaq? Deməli 24 çıxılsın 44 mötərizə içində qalacaq. 24-ün kvadratı üstəgəl 24 vurulsun 44 üstəgəl 44-ün kvadratı. Məxrəcdə də 576 üstəgəl 24 vurulsun 44 üstəgəl 44-ün kvadratı alınacaq. Çıxılsın. İkinci ifadəmizi də ayrı yazaq. Çıxılsın. Deməli, surətdə olacaq 256 çıxılsın 44. Müxtəsər vurma kimi yazırıq. Və 256 üstəgəl 44. Bu da kvadratlar fərqidir. Məxrəcdə də olacaq 300. Bu ifadədən, birinci ifadədən, daha doğrusu birinci kəsirimizdən
Bu ikisi, yəni vuruq olaraq ikisi eyni şeydir. Ona görə ixtisar gedir. Surətdə qalır nə? 24 çıxılsın 44. Yəni mənfi 20. Mənfi 20. Daha sonra 256 üstə gəl 44 300 eləyir. 300-dən bu da ixtisar gedir. Çıxılsın 256-dan 44 çıxanda neçə qalır? 212. Daha doğrusu 212. Cəmimiz olacaq mənfi 232. 66-cı sualda cavab olacaq D variantı. 67-ci sualda deməli ifadə verib və bu ifadəni kvadrata yüksəltmək lazımdır. Kvadrat olduğu üçün ifadəmizin mənfi olmağının heç bir əhəmiyyəti yoxdur. Ona görə biz elə 3a kvadratı üstə gəl 2b-nin kvadratı kimi yaza bilərik bu ifadəni. Deməli, kvadrata yüksəldəndə alınır 9a üstü 4 üstə gəl. Birinci ilə ikinci hasilinin 2 misli olacaq 12a kvadratı b üstə gəl. İkincinin kvadratı 4b üstü 4 olacaq. Yəni burada k'mız 9a üstü 4. Bu isə m'imiz olacaq. K'mız 9a üstü 4. M'imiz 4b üstü 4. Deməli, cavab olacaq 4b üstü, daha doğrusu 2 olacaq burada. Deməli, uyğun gəlir 67-ci sualda A variantına. 68-ci sualda. Birinci ifadəmizdə A kubu B çıxılsın 4A olduğu kimi qalır. Çıxılsın 27-ni mötərizə xaricinə çıxardığında qalır B çıxılsın 4A bərabərdir. Ortaq vuruq kimi B çıxılsın 4A-nı çıxardanda mötərizə xaricinə, mötərizə içində A kubu çıxılsın 27 qalır. Bu da bərabərdir. B çıxılsın 4A olduğu kimi qalır. A çıx 3. A kvadratı üstə gəl 3A üstə gəl 9 alınır. Yəni cavab olacaq 68-də C variantı. 69-cu sualda yenə x kubu olduğu kimi qalacaq. X kubu vurulsun y üstə gəl 3x olduğu kimi qalır. İkinci ifadədən mənfi 8-i çıxardırıq mötərizə xaricinə. Mənfi 8 çıxanda yenə qalacaq y plus 3x bərabərdir. Y plus 3x-i mötərizə xaricinə çıxardanda mötərizə içində qalır x çıxılsın 8. X kubu, burada kub olmalıdır mötərizə xaricində. Bu da kub olacaq, bərabərdir. Davam edirik. Y üstə gəl 3x və kublar fərqi kimi ayıranda x çıxılsın 2. X kvadrat üstə gəl 4x üstə gəl 4 alınacaq. Deməli, x kvadrat üstə gəl 2x üstə gəl 4 alınacaq. Deməli, 69-cu sualda hansı variant uyğun gəlir? C variantına. 70-ci sualda 70-ci sualda deməli, birinci x-i çıxardırıq mötərizə xaricində. X çıxılsın 9 qalır. Çıxılsın y-i çıxardanda, yəni mənfi y-i çıxardanda y yox, bu ifadəni bu cür qruplaşdırsaq vuruqları ayıra bilmərik. Ona görə ifadəni belə qruplaşdıraq. X kvadrat çıx y kvadrat üstə gəl çıxılsın 9x üstə gəl 9y kimi qruplaşdıraq. Burada nə edə bilərik? X çıx y, x üstə gəl y alınır. X kvadrat çıxılsın y kvadratından. Çıxılsın 9-u çıxardanda mötərizə xaricində x çıxılsın y alınır. Bərabərdir. Orta vuruq kimi x çıxılsın y çıxardırıq mötərizə xaricinə. Mötərizə daxilində x plus y çıxılsın 9 alınır. Deməli, 70-ci sualda x çıxılsın y, x plus y çıxılsın 9. Cavab olacaq 70-də B variantı.
71-ci sualda yenə uyğun şəkildə a kvadrat çıxılsın c kvadratını qruplaşdırırıq. Üstəgəl 4a çıxılsın 4c bərabərdir. Bərabərdir alınacaq a çıx c, a üstəgəl c, üstəgəl 4'ü çıxardanda mötərizə xaricinə a çıx c alınacaq. Bərabərdir. A çıx c-ni çıxardırıq mötərizə xaricinə. Nə qalır mötərizə içində? A plus c plus 4 alınacaq. A plus c plus 4. 71-ci sualda cavab olacaq C variantı. 72-ci sualda kvadrat üçəlinin vuruqlara ayrın deyir. 5x kvadratı çıxılsın 7x plus 2. Vuruqlara ayıranda deməli 5x x kimi ayıra bilərik. Burada da mənfi 2 1 kimi ayıranda çarpaz vuruq toplayanda ortadakı alınmalıdır da biz demişik. Onda alınır 5x çıx 2 x plus 1. 5x çıxılsın 2 x plus 1. Deməli düz mü yazdıq? Xeyr. Burada mənfi 1 olmalıydı. Bu da çıxılsın 1 olacaq. 5x çıxılsın 2. 5x çıxılsın 2 və x çıxılsın 1. 72-də cavab olacaq E variantı. Çünki mənfi 2-ni mənfi 1'ə vurmaq lazımdır ki, müsbət 2 alınsın. Biri mənfi 1'i müsbət olsa cavabımız mənfi olardı. 73-cü sualda yenə 3x kvadratı çıxılsın 8x plus 5. Bunu vuruqlara ayırırıqsa, deməli necə olacaq? 3x x kimi ayıraq vuruqlara və mənfi 5 mənfi 1 kimi ayıraq. Çarpaz vuruq toplayanda görürük ki, mənfi 8x alınır. Onda belə alınır. 3x çıx 5 x çıx 1. 3x çıx 5 x çıx 1. 73'də olacaq D variantı. 74-cü sualda 2m kvadratı çıxılsın s'nin kvadratı. Bu ifadəni vuruqlara ayırsaq necə alınır? 4m üstü 4 çıxılsın 4m kvadratı s üstəgəl s'nin kvadratı. Bu bizim için k deməkdir, bu bizim için m deməkdir. Yəni k'mız 4m üstü 4, s'miz isə m'imiz isə s kvadrat olacaq. 74'də A variantı alınır. 75-ci sualda 2x kvadrat, 2x plus 5'in kvadratı və x minus 3'ün kvadratı. Biz buna bir A desək, buna da B desək, bu da A, B'nin 2 misli. Bu nə deməkdir? İki hədlinin fərqinin kvadratı. Hansı iki hədli? Deməli bunlardan biri 2x plus 5'dir. Çıxılsın, digəri nədir? X minus 3'dür. Bunların kvadratı bərabərdir. 2x plus 5 çıx x plus 3 kvadratı bərabərdir. X plus 8'in kvadratı alınır. 75'də cavab olacaq D variantı. 76-cı sualda yenə 4x minus 4 minus 3x və 2x minus 1. Bizim A'mız, B'miz və AB'nin 2 misli. Bizə nəyi verir? Bunlar cəmin kvadratı deməkdir. Yəni 4 minus 3x plus 2x minus 1'in kvadratı deməkdir. Bunu da sadələşdirəndə 3 minus x'in kvadratı alınır. 76'da 3 minus x'in kvadratı elə belə də qalacaq. Yəni 76'da cavab D variantı olacaq. 77-ci sualda yuxarını, yəni surəti vuruqlara ayıranda alınacaq 93 çıx 7 93'ün kvadratı üstəgəl 93 vur 7 üstəgəl 7'nin kvadratı
Aşağıda 93'ün kvadratı vur. 7 vur 93. Üstə gəl 49. Üstə gəl. İkinci ifadəmizi aşağıdan yazaq kəsrimizi. Alınacaq 93 üstə gəl 7. 93 çıx 7. Məxrəcdə də 86. Bu ifadə ilə bu ifadə eyni şeydir. İxtisar gedir. Alınır. 93-dən 7 çıxanda qalır 86. 86. Deməli, 93-dən 7 çıxanda 86. Bu da 86 ilə ixtisar gedir. Vurulsun 100. 86-nı 100-ə vuranda cavab alınır 8600. Yəni 77-ci sualda, bunlar arasında vurma yox, toplama olacaq. Toplama olacaq. Toplama olanda, deməli, cavab olacaq 186. Yəni 77-ci sualda A variantı olacaq. 78-ci sualda, deməli, iki hədlinin fərqinin kvadratıdır. Yəni A kvadratı çıxılsın, 3B kvadratının kvadratı. Açılışın yazaq. A üstü 4 çıxılsın 6 A kvadrat, B kvadrat, üstə gəl 9B üstü 4. Bizim K'mız budur. M'imiz də 9B üstü 4. Deməli, K'mız olacaq -6 A kvadrat, B kvadrat. M'imiz olacaq 9B üstü 4. Yəni 78-ci sualda A variantı olacaq. 79-cu sualda uyğun şəkildə qruplaşdıraq ifadələrimizi. Uyğun şəkildə necə qruplaşdıra bilərik? Deməli, 47-nin kvadratı çıxılsın 27-nin kvadratı. Üstə gəl 43-ün kvadratı çıx 23-ün kvadratı. Aşağıda da cavab bölünsün 700. Bərabərdir. Müxtəsər vurma düsturundan istifadə edək. 47 çıx 27, 47 üstə gəl 27 vurğuları alınır. 47-dən 27 çıxanda qalır 20. Vurulsun. 47-nin üstünə 27 gəndə 74 eləyəcək. Üstə gəl 43 çıx 23, 43 üstə gəl 23. 43-dən 23 çıxanda 20 qalır. 43-ün üstünə 23 gələndə 66 eləyir. Bölünsün 700. Bərabərdir. Bunların hər ikisində 20 ortaq vuruldu. 20-ni çıxardırıq mötərizə xaricinə. Mötərizə içində 76, 74, üstə gəl 66 alınır. Bölünsün 700. Bərabərdir. Deməli, 20 vurulsun 140 bölünsün 700. Burada da deməli 140 ilə 700 gedir, 5 dəfə düşür. 20 ilə 5 də gedir, 1, 4 dəfə düşür. Cavab olacaq 4. Yəni 79-da B variantı. 80-ci sualda deməli kublar fərqi kimi açırıq surəti. Alınacaq necə? 14 onda 5-in 14 onda 5 çıx 1 onda 8. Daha sonra 14 onda 5'in kvadratı. Üstə gəl 14 onda 5 vur 1 onda 8. Üstə gəl 1 onda 8'in kvadratı. Məxrəcdə 10, 2 onda 7. Çıxılsın 14 onda 5'in kvadratı çıxılsın 1 onda 8'in kvadratı. Deməli, sadələşdirək. Sadələşdirəndə 14 onda 5'dən 1 onda 8 çıxanda 12 onda 7 edir. Bunlar ixtisar gedir. Nə qalır bizim üçün? Deməli, 14 onda buradan bərabərdir. 14 onda 5'in kvadratı. Üstə gəl 14 onda 5 vur 1 onda 8. Üstə gəl 1 onda 8'in kvadratı və çıxılsın bu ifadələr. Çıxılsın 14 onda 5'in kvadratı, çıxılsın 1 onda 8'in kvadratı. Bərabərdir.
14 onda 5'lər gedər kvadratları və 1 onda 8'in kvadratları da gedər. Yerdə qalacaq 14 onda 5 vurulsun 1 onda 8. O da eləyəcək 26 tam onda 1. Yəni 26 tam onda 1 cavab olacaq 80'də B variantı. 81-ci sualda 81-ci sualda oxşar sualdır. Deməli, nə alınacaq? Kublar cəmi kimi açırıq onu. 81-ci sualda. Deməli, kublar cəmi kimi açanda nə alınır? 73 üstəgəl 67 vurulsun. Deməli, 73'ün kvadratı çıxılsın. 73 vur 67 üstəgəl 67'nin kvadratı. Bölünsün 70. Çıxılsın. Deməli, çıxılsın. 2 vurulsun 73. 73. Vurulsun 67. Bərabərdir. Bərabərdir. 73'ün üstünə 67 gələndə 140 edir. 140 ilə 70 gedəndə 2 qalır burada. 2'ni vururuq mötərəzənin içinə. 2'ni vururuq mötərəzənin içinə. Nə alınır? Bərabərdir. Deməli, 2 vurulsun 73. 2 vurulsun 73 kvadratı. Çıxılsın 2 vurulsun 73 vur 67. Üstəgəl 2 vurulsun 67'nin kvadratı. Çıxılsın 2 vurulsun 73 vur 67. Bərabərdir. Deməli, bu ifadələr eyni olduğuna görə, yəni 2 vur 73'ün kvadratı. Çıxılsın 4. 2 dənə mənfi 2 vur 73 vur 67 olma görə. Mənfi 4 vurulsun 73 vur 67. Üstəgəl 2 vurulsun 67'nin kvadratı. Bərabərdir. Bu ifadədən 2'ni mötərizə xaricinə çıxardanda 73 kvadratı. Üstəgəl 2 vur 73 vur 67. Üstəgəl 67'nin kvadratı. Bərabərdir. 2 vurulsun. Deməli, nəyin açılışıdır bu? 73 üstəgəl 67'nin kvadratının açılışıdır. Daha doğrusu burada mənfi olduğuna görə çıxılsın olacaq. Yəni 2 vurulsun 73'dən 67 6'nın kvadratı. 6'nın kvadratı. 36 vur 2 cavab olacaq 72. Yəni D variantı. 82-ci sualda 82-ci sualda ifadələr verilib. Deməli, bu ifadə nəyin açılışıdır? Bax, bu 2 vuruq. 2P'nin kubu 2P'nin kubu çıxılsın 3'ün kubunun açılışıdır. Üstəgəl ikinci ifadə nəyin açılışıdır? Deməli, P kubu üstəgəl 3'ün kubunun açılışıdır. Sadələşdirək. Deməli, 8P kubu çıxılsın 27 üstəgəl P kubu üstəgəl deməli 3'ün kubu da olacaq 27. 27'lər islah gedir. 8P kubunun üstünə P kubu gələndə olur 9P kubu. 82-ci sualda cavab olacaq B variantı. 83-cü sualda 83-cü sualı kublar cəmi kimi də yaza bilərik. Kublar cəmi və ya cəmin kubu kimi də yaza bilərik. Daha doğrusu hər birinin ayrı-ayrılıqda açıb da hesablaya bilərik. Bir yerdə hesablayıb da sonra aça bilərik. Bunun məncə rahat variantı əvvəlcə hər birin kublara yüksəldirik. Yəni birincinin kuba yüksəldəndə olur x kubu üstəgəl deməli 3x kvadratı üstəgəl 3x üstəgəl 1 üstəgəl x kubu çıxılsın 3x kvadratı üstəgəl 3x çıxılsın 1 bərabərdir. Burada 3x kvadratları islah gedər. Müsbət 1 ilə mənfi 1 islah gedər. 2x kubu və 3x-dən 3x-də toplayanda 6x olar. Deməli 83-cü sualda buradan da 2x'i çıxarsaq mötərizə xaricinə 2x'i çıxarsaq qalacaq
X kvadratı plus 6. Daha doğrusu x kvadrat plus 3. 2x vurulsun x kvadrat plus 3. Cavab olacaq B variantı. 84-cü sualda deməli nəyi qruplaşdıra bilərik burada? A üstü 4 çıxılsın. 81-də yazaram. 3 üstü 4. Üstəgəl yox, çıxılsın. İkinci ifadədən də 6A-nı çıxardanda, 6A-nı çıxardanda, deməli 6A-nı çıxardanda alınır. A kvadrat çıx 9. Deməli A kvadrat çıxılsın 9 alınır. Bərabərdir. Bu ifadələrdən deməli A kvadrat çıx 9, bax bu ifadədən nə alınır bizə vurğular ayında? A kvadrat çıxılsın 9, yəni 3-ün kvadratı. A kvadrat üstəgəl 3-ün kvadratı, yəni 9. Çıx 6A, A kvadrat çıxılsın 9. Bərabərdir. Ortaq vuruq kimi nəyə çıxardırıq mötərizə xaricində? A kvadrat çıxılsın 9-u. İçəridə nə qalır? A kvadrat minus 6A plus 9. Bərabərdir. Deməli, bizə necə verib bunu? Bərabərdir. A kvadrat, daha doğrusu bunu biz yazaq. A çıx 3, A üstəgəl 3. Və bu ifadədə bizə verib nəyi? A çıxılsın 3-ün kvadratı. Alınacaq onda A çıx 3-ün kubu vurulsun A üstəgəl 3. A çıxılsın 3-ün kubu vurulsun A üstəgəl 3. 84-də cavab olacaq E variantı. 85-də 2x kvadratı üstəgəl 3x çıxılsın 2. Vurğuları ayıranda 2x, x kimi ayıraram. Deməli, bunu da 1, 2, hansı mənfi olacaq? Təbii ki, 1 mənfi olacaq. Çarpaz vurub toplayanda ortadakı alınmalıdır. Onda belə çıxır ki, 2x çıxılsın 1 və x plus 2. Deməli, 2x çıxılsın 1, x plus 2. 85-də cavab olacaq E variantı. 86-da deməli B üstü N-i mötərizə xaricinə çıxardırıq. B üstü N-i. Mötərizə içində nə qalır? Deməli B üstü N-i çıxardırıq mötərizə xaricinə. B üstü 2N üstəgəl 8 B üstü N üstəgəl 16. Bu da bizə nəyi verir? B üstü N qalır yerində. B üstü N plus 4'ün kvadratını verir bizə. Deməli, B üstü N vurulsun. B üstü N vurulsun. B üstü N üstəgəl 4 kvadratı. 86'da cavab olacaq D variantı. 87'də buradan A üstü M-i çıxardırıq mötərizə xaricinə. A üstü M-i çıxardırıq mötərizə xaricinə. A üstü M çıxanda qalır nə? A üstü 2M üstəgəl 6 A üstü M üstəgəl 9. Buradan da A üstü M alınır A üstü M plus 3'ün kvadratı. A üstü M vurulsun A üstü M plus 3'ün kvadratı. 87'də cavab olacaq C variantı. 88'ə baxaq. 88-ci sualda mötərizəni açsaq, daha doğrusu yuxarıdakı ifadəni müxtəsər vurma ilə açsaq, alınır 53, çıxılsın 13, vurulsun 53'ün kvadratı, 53'ün kvadratı üstəgəl 53 vur 13, üstəgəl 13'ün kvadratı. Məxrəcdə də necə olacaq? Deməli, biz yaza bilərik bunu. 40 çıx 16, 40 çıx 26, 40 üstəgəl 26, 40 çıx 26, 40 üstəgəl 26. Üstəgəl 66 vurulsun 56. Bərabərdir.
Biz burada 40 üstəgəl 26 neçə eləyir? 66. 40 çıx 26 eləyir 14. Bərabərdir. 53-dən 13 çıxanda 40 qalır. Vurulsun. Vurulsun. Deməli 53'ün kvadratı, daha doğrusu biz burada kublar fərqinin açılışını yazmışıq. Kvadratlardan söhbət gedir burada. Bir dəqiqə yenidən yazaq. Deməli məxrəcdə olacaq 40 çıxılsın 26. 40 çıx 26. 40 üstəgəl 26 və üstəgəl 66 vurulsun 56. Yuxarıda da surətdə də 53 çıx 13. 53 üstəgəl 13 olacaq. Bərabərdir. Bərabərdir. Deməli 40-dan 26 çıxanda qalır 14. 14 vurulsun 40-ın üstünə 26 gəndə 66. Üstəgəl 66 vurulsun 56. Surətdə də 40 vurulsun 66. Bərabərdir. Bərabərdir. Ortaq məxrəc kimi aşağıdan, deməli, ortaq vuruq kimi 66-nı çıxarda bilərik. Qalacaq 14 plus 56. Surətdə də 40 vurulsun 66. Bərabərdir. Deməli, 40 vurulsun 66. Məxrəcdə də 66 vurulsun 56'nın üstünə, daha doğrusu 16'nın üstünə 56 gəlir, 14'ün üstünə 56 gəlir neçə eləyir? 70. Bərabərdir. 60'lar ixtisar gedir. Cavab qalacaq 7'də 4. Yəni 88'də cavab olacaq E variantı. 89-cu sualda 89-cu sualda x kvadratı plus xy çıxılsın 2y kvadratı. Vuruqları ayıranda x kimi ayırırıq və 2y kimi ayırırıq. Hansı mənfi olacaq? Təbii ki, y mənfi olmalıdır. Alınır. X çıxılsın 2y, x çıxılsın y. Daha doğrusu x üstəgəl 2y, x çıxılsın 2y. X üstəgəl y. Deməli, ifadəsini vuruqlara ayırın. X çıxılsın, x üstəgəl 2y. Cavab 89'da A variantı olacaq. Vuruqların yerini dəyişilib. 90-cı sualda x kvadrat çıxılsın xy çıxılsın 6y kvadratı. Vuruqlar ayıranda x kimi ayırırıq və mənfi 3y 2y kimi ayırırıq. Alınır x çıxılsın 3y, x üstəgəl 2y. 90-cı sualda x çıxılsın 3y, x üstəgəl 2y. Cavab olacaq 90'da D variantı. 91-ci sualda 2x kvadratı çıxılsın 3x plus 2. Vuruqları ayıranda 2x x kimi ayırırıq 1, 2. Hansı mənfi olacaq? 2 mənfi olacaq. Bərabərdir 2x üstəgəl 1 və x minus 2. 91-ci sualda deməli 2x plus 1. 91'də olacaq B variantı. 92-ci sualda A üstü 4 plus 4 B üstü 4. Bu tip misallarda özümüzdən əlavə eləyib və özümüzdən əlavə elədiyimizi çıxırıq. Yəni A üstü 4'ü mən yaza bilərəm. A kvadratının kvadratı üstəgəl 2B kvadratının kvadratı. Bu ifadəni iki hədlinin kvadratı, cəminin kvadratı halına gətirmək üçün biz buna deməli birinci ilə ikinci hasının ikimisini əlavə eləməliyik. Yəni 4a kvadrat b kvadratını əlavə eləyirəm və əlavə elədiyimi də çıxıram. 4a kvadrat b kvadratını çıxıram. Bərabərdir. Bərabərdir. Bu ifadədən bizim üçün nə alınır? A kvadrat plus 2b kvadratın kvadratı çıxılsın 2a b'nin kvadratı bərabərdir. Buradan nə alınır? A kvadrat çıx 2b kvadrat çıx 2ab
Üstə gəldi burada. A kvadrat üstə gəl 2B kvadrat üstə gəl 2AB. 92-ci sualda. Deməli, oldu A kvadrat üstə gəl 2AB. Üstə gəl 2AB üstə gəl 2B kvadrat. A kvadrat çıxılsın 2AB üstə gəl 2B kvadrat. 92-də cavab olacaq E variantı. 93-cü sualda. 93-cü sualda deməli vuruqlara ayıra bilərik bu ifadəni. Vuruqları ayırmaqdan əlavə ümumiyyətlə bu ifadə fərqin kvadratının açılışıdır. Hansı fərqdir o? Deməli 4x plus 5y-in kvadratının açılışını verib də bizə. Bax bu ifadə bu ifadənin açılışıdır bu. Bərabərdir. X verilib neçə? 4-də bax x bərabərdir. Deməli düzgün olmayan kəsəçilində 4-də 23 olur. Y bərabərdir. 5-də 21 alınır. 21. Deməli 4 vurulsun x, yəni 4-də 23. Üstə gəl 5 vurulsun y, yəni 5-də 21 kvadratı bərabərdir. 4'lər ixtisar gedər, 23 qalar, 5'lər ixtisar gedər. Burada çıxılsın idi, onda bu da çıxılsın olacaq. 23 çıxılsın 21. 23 çıxılsın 21'in kvadratı. Bu da alınır 2'nin kvadratı, yəni 4 alınacaq cavab. 94-cü sualda bu 3 ifadə, bu 3 cəm bizə nəyi verir? A plus B'nin kvadratı. A plus B'nin kvadratı çıxılsın. C kvadratı bərabərdir 13. Görək misalımızın şərtində nədir? Şərtini ödəyən ABC natural ədədləri üçün A plus B plus 2C'ni tap. Hər biri bunlar natural ədədlərdir. Onda belə çıxır ki, A plus B çıx C, A plus B üstə gəl C bərabərdir 13 alınır. Ümumiyyətlə, natural ədədlərin cəmi natural ədəddir. Əgər burada çıxılsın olan da vurulubsa, deməli bu ifadə də naturaldır. Bu ifadə onsuz da natural idi. Natural da naturala vurmaq lazımdır ki, 13 alınsın. Demək, hansı natural ədədlərin hasili 13 eləyər? 1'in 13'ə hasili 13 eləyə bilər də. Onda belə çıxır ki, A plus B çıx C bərabərdir 1. A plus B üstə gəl C bərabərdir 13. Tərəf-tərəfə çıxsaq, yəni ikinci tərəfdən birinci tərəfə çıxsaq, 2C bərabərdir 12 alınır, C bərabərdir 6 alınır. Tərəf-tərəfə toplasaq, C'lər gedir. 2A plus 2B bərabərdir 14. A plus B bərabərdir 7 alınır. Bu bir ifadəmiz, bizə lazım olan. Bu da bir ifadəmiz. Bizə nə lazım idi? Deməli, A plus B üstə gəl 2C bərabərdir. A plus B neçədir? 7. Üstə gəl 2 vurulsun. C neçədir? 6. Deməli, 2 6'nın 12, 12'nin üstünə 7 gələndə 19 olacaq cavabımız. 95-ci sualda 95-ci sualda hər üçü orta məxrəcə getmək lazım. Yəni ikincinin, üçüncü toplananın sürət məxrəcini 2'yə vurmaq lazımdır. Onda necə alınacaq? Demək, 2 tam %45'in kvadratı üstə gəl. 2 vurulsun 2 tam %45 vurulsun 4 tam %55 və üstə gəl 4 tam %55'in kvadratı. Məxrəc 2'dir, vurulsun yenə 2 var. Bərabərdir. Nə alınır burada? 2'lər ixtisar gedir bu öz yerində. 2 tam %45 üstə gəl 4 tam %55'in kvadratı alınır. Toplayanda 6, 7 tam 7'nin kvadratı cavab olacaq 49.
95-ci sualda cavab 49. 96-cı sualda yenə ortaq məxrəcə gətiririk və ortaq məxrəcə gətirsə əgər sürət məxrəcini 2-yə vururuq, ikinci toplananın. Nə alınır? 2 vurulsun var burada. 2-ni əvvəlcədən vurublar. 2 vurulsun. Onsuz da bir fərq eləmir. Deməli 3 tam %88-in kvadratı üstəgəl 2 vur 3 tam %88 vurulsun 3 tam %12 üstəgəl ikincinin kvadratı, yəni 3 tam %12-nin kvadratı. Məxrəcdə də 2-miz var. Bərabərdir. 2-lər ixtisar gedir. Və burada qalır 3 tam %88 üstəgəl 3 tam %12-nin kvadratı. Bu da 7-nin kvadratı eləyir yenə. Cavab olacaq 49. 97-ci sualda surəti kublar fərqi kimi vurğulara ayırsaq əgər necə alınacaq? 15-in kvadratı, yox, birinci 15 üstəgəl 85, 15-in kvadratı üstəgəl, yox, çıxılsın 15 vur 85 üstəgəl 85-in kvadratı. Məxrəcdə də 225 çıxılsın 15 vur 85 üstəgəl 85-in kvadratı. Çıxılsın. İkinci kəsirimizdə yaza bilərik 75 çıx 25 75 üstəgəl 25 kimi. Məxrəcdə də olacaq 100. Bərabərdir. Sadələşdirək ifadəmizi. Bax, bu 2 vuruq, ixtisar gedir. Toplananda olacaq 85-in üstünə 15 gəndə olacaq 100. Sonra 100 ilə 75 üstəgəl 25. O da 100 eləyir, ixtisar gedir. Çıxılsın, 75-dən 25 çıxanda neçə qalır? 50. 100-dən 50 çıxanda cavab qalır 50. Yəni 97-ci sualda cavab olacaq 50. 98-ci sualda yenə surətimizi vurğulara ayırırıq. Olur 75 üstəgəl 25 75-in kvadratı çıxılsın 75 vur 25 üstəgəl 25-in kvadratı. Məxrəcdə 75-in kvadratı çıxılsın 75 vur 25 üstəgəl 625 üstəgəl olacaq 145 çıx 5 145 üstəgəl 5. Məxrəcdə də olacaq 150. Bərabərdir. Bu ifadələrimiz ixtisar gedir. Yəni eyni ifadə olduğuna görə ixtisar gedir. Qalır nə? 75 üstəgəl 25, yəni 100. Üstəgəl 150 ilə 150, yəni 145 üstəgəl 5 150 edir. İxtisar gedir və 145-dən çıxırıq 5-i qalır 140. Toplananda olur 240. Cavab olacaq 240. 99-cu sualda deməli, ifadəmiz verib və nəyin açılışına oxşuyur? A-mız olacaq 8, yəni 2-nin kubu. Gəl indi bu ifadənin kublar cəmi kimi açılışına baxaq. Yəni 3x-in kubu üstəgəl 2-nin kubunun açılışı. Olacaq necə? 3x üstəgəl 2. 9x kvadratı çıxılsın 12x üstəgəl ikincinin kvadratı, yəni 4 olacaq. Demək, A-mız oldu 8. B-miz oldu neçə? 9. C-miz oldu -12. D-miz də oldu sərbəst həddimiz müsbət 4. Bizdən bunların cəmini istəyir. Yəni 8 plus 9 plus 10 -12
Mənfi 12 plus 4 bərabərdir. 17, 21, 21-dən 12 çıxanda cavab olacaq. Bir də baxaq 17. Deməli 8 ise 9, 17. 17'nin üstünə burada birinci ile ikinci hasili olacaq. Yəni 6 olacaq. Səhvimiz olub burada. Yəni mənfi 6 olacaq. Toplananda da 8 + 9, 17. 17'nin üstünə bu 6 olacaq. Mənfi 6. 8, 9, 17. 21, 21'dən 6 çıxanda qalacaq 15. Cavabımız olacaq 15. 100-cü sualda yenə oxşar sual. Biz bunu necə yazırıq? Deməli, nəyin açılışına oxşuyur? A bərabərdir 125 olmalıdır ki, bu kublar fərqinin açılışını versin bizə. Yəni 8x-in 8 yox, 2x-in kubu plus 5'in kubunun açılışıdır. Bu da olacaq 2x plus 5. 2x plus 5. 2x'in kvadratı eləyir 4x kvadratı. Çıxılsın birinci ilə ikinci hasili, yəni 10x. Üstəgəl ikincinin kvadratı, yəni 25. Buradan a'mızı tapdıq. B'miz olacaq 4. C'miz olacaq mənfi 10. D'miz də olacaq 25. Bunların cəmi 125, üstəgəl 4, üstəgəl mənfi 10, üstəgəl 25. Bərabərdir 150, 150'nin üstünə 154, 10 çıxanda cavab olacaq 144. 101-ci sualda ifadəsinin qiymətini tapın deyir. Deməli 33'ün kvadratı çıxılsın 3'ün kvadratı. Bizə nəyi verir? 33 çıx 3, 33 üstəgəl 3. Yəni 30 vurulsun 36. Üstəgəl 14 vurulsun 30. Yox, aşağıda da 55 çıx 5, 55 üstəgəl 5 olacaq. Yəni 60 vurulsun 55'dən də 5 çıxanda 50. Bərabərdir. Deməli surətdən 30'u çıxardırıq mötərizə xaricinə. 30 vurulsun 36 üstəgəl 14. Aşağıda da 60 vurulsun 50. Bərabərdir. 36'nın üstünə 14 gələndə 50 eləyir. 50'yə ixtisar gedir. 60 ilə da 30 gedir. Qalır 2'də 1. Yəni cavab olacaq 0,5. 102-ci sualda 102-ci sualda deməli yenə kvadratlar fərqidir. 61'in üstündə 23 gələndə olacaq 84. Vurulsun 61'dən 23 çıxanda olacaq demək 38. Üstəgəl 84 vurulsun 22. Aşağıda da 52 çıx 32 olacaq 20. Vurulsun 52 üstəgəl 32, o da olacaq 84. Bərabərdir. Deməli, surətdə 84'ü mötərizə xaricinə çıxardanda 38 üstəgəl 22 alınır. Məxrəcdə də 20 vurulsun 84 alınır. Bərabərdir. 84'lər buradan ixtisar gedir. 38'in üstünə 22 gələndə 60 olur. 60'ı 20'yə böləndə cavab olacaq 3. 102'də cavab olacaq 3. 103-cü sualda deməli 6,9 üstü 4 çıxılsın 3,1'in üstü 4. Nəyi verir bizə? 6,9'un kvadratı çıxılsın 3,1'in kvadratı vurulsun 6,9'un kvadratı üstəgəl 3,1'in kvadratı. Aşağıda da deməli olacaq 13,8'in kvadratı 13,8'in kvadratı üstəgəl 6,2'nin kvadratı bərabərdir. Deməli buradan məxrəcdən
2 vuruğun mötərizə xaricinə çıxarda bilərik. Yəni 6.9 sürəti vuruqlara ayıraq. Burada kvadrat, burada olacaq. Deməli 6.9 çıx 3.1 eləyəcək 3.8 vurulsun 6.9-un üstünə 3.1 gələndə eləyəcək 10 vurulsun 6.9-un kvadratı üstəgəl 3.1-in kvadratı. Məxrəcdən deməli 13.8-in kvadratını biz necə yaza bilərik? 2-nin kvadratı vurulsun 6.9-un kvadratı. 2-nin kvadratı 4 eləyir, vurulsun 6.8-in kvadratı. Digərindən 3.1-in kvadratı vur, 2-nin bax buradan 3.1-in kvadratı vurulsun 2'nin kvadratı. Hər ikisində ortaq vuruq olacaq 4. 4'ü çıxardanda olacaq 6.9'un kvadratı üstəgəl 3.1'in kvadratı bərabərdir. Bunlar ixtisar gedir. Deməli 3.8 ilə 4 ixtisar gedir. Aparaq 1.9 qalsın. 2 qalsın. 2 ilə də bu gedir. 1 qalır. 5 qalır. Deməli olacaq cavab 9,5. 103-cü sualda. 104-cü sualda yenə 7,7'nin kvadratı çıx 2,3'ün kvadratı 7,7'nin kvadratı üstəgəl 2,3'ün kvadratı. Aşağıda da 15,4'ün kvadratı üstəgəl 4,6'nın kvadratı kimi yaza bilirəm. Bərabərdir. Deməli surətdə 7,7'nin kvadratını 2,3'ün kvadratı çıxmaq müxtəsər vurma ilə yazanda olur. 5,4 vurulsun. Toplayanda da eləyəcək 10. Vurulsun 7,7'nin kvadratı üstəgəl 2,3'ün kvadratı. Aşağıda da yenə 2'nin kvadratı mötərizənin xaricinə çıxardır. Yəni 4'ü çıxardanda mötərizənin xaricinə qalır. 7,7'nin kvadratı üstəgəl 2,3'ün kvadratı bərabərdir. Bunlar ixtisar gedir. Deməli qalacaq 2. Burada olacaq 2,7. Bu da 2 ilə gedəcək 5 dəfə. 1 dəfə 5 7'nin 35. O da 13. Yəni 13,5 olacaq. 104'də. 105-ci sualda. Deməli 105-ci sualda A parametrin hansı qiymət çoxalısının vuruqlar ayrılışında vuruqlarından biri A plus 4 olar. Yəni A kvadratı çıxılsın M minus 3 A plus minus 8. Bunu vuruqlara ayıranda deyir vuruqlardan biri A plus 4 olsun. Bunu vuruqlara ayıranda deməli digəri A olmalıdır ki A vuru A olsun və 2 olmalıdır. Mənfi 2 olmalıdır. Çarpaz şəkildə vurub toplayanda nə alınır? Çarpaz şəkildə vurub toplayanda alınır. Deməli müsbət mənfi 2A müsbət 4A. Toplananda olur 2A. Yəni müsbət 2A. Deməli nə olmalıdır? M çıxılsın 3'ün yerində. M'in yerində elə adı ədəd olmalıdır ki müsbət 2 olsun. Deməli hansı olacaq? M bərabərdir 1 olduqda M bərabərdir 1 olur. 1'dən 3 çıxanda mənfi 2 qalacaq və qabaqda da yenə mənfi var olacaq müsbət 2. Cavab olacaq 1 qiymətində. 106-cı sualda deməli ifadəsinin sadələşdirməsindən alınan çoxbucağın dərəcəsi 8 olarsa M plus N cəminin ən böyük qiymətini tapın. Bu ifadəni sadələşdirək. Vurub açanda alınır 2A B üstü N 2A B üstü N çıxılsın 2A üstü 2A üstü. Deməli 2A vurulsun A üstü M. Deməli olacaq M plus 1 üstəgəl demək 3 B üstü N plus 2 alınacaq və çıxılsın
Deməli 3a üstü m, 3a üstü m, b üstü 2 alınacaq. Daha doğrusu b üstü 2 alınacaq. Verilmiş bu bir həllinin, daha doğrusu çox həllinin dərəcəsi 8-dir deyirsə, onda m-i tapmaq üçün, m ən yüksək dərəcə hansı olacaq? M plus 2 8 olar, m bərabərdir 6 olar. Bir də ki, n-i tapmaq üçün m plus 2 olan 6 olar, n bərabərdir, daha doğrusu 8 olar, n bərabərdir 6 olar. M və n-in ən böyük qiymətləri bu ikisi ola bilər. Burada da 6 üstəgəl 6 cavab olacaq 12. 107-ci sualda deməli A verilib, B verilib və C verilib. Deməli A çoxhəllisin vurğulara ayırsaq, A çoxhəllisi hansıdır? X kvadratı çıxılsın 2x çıxılsın 8. Olacaq x mənfi 4 2. Yəni A olacaq x minus 4 x plus 2. Bu bizim A'mız. Daha sonra B çoxhəllisin vurğulara ayırsaq, deməli x kvadratını çıxardırıq mötərizə xaricinə, qalacaq x plus 2. Buradan da mənfi 9'u çıxarsaq, x plus 2 bərabərdir. X plus 2'ləri çıxardanda x minus 3, x plus 3 alınır. Yəni o x kvadrat çıxır 9'dan. B'mizin vurğulara ayrılışı B bərabərdir. X plus 2, x minus 3, x plus 3. Bu da belə. C'yə baxaq. Deməli C'mizin vurğularından biri x minus 1'dir. X minus 1'dir. B ilə ortaq olan vurğu hansı olacaq? Gəl indi bu Venn diaqramını çəkək. Ortaq olanları yazaq. Deməli bu oldu A, B və C. Deməli A ilə B'nin ortaq olanı hansıdır? X plus 2. Bizdən nə istəyir? A vurulsun, B vurulsun, C. Deməli, bu da x minus 4'dür bilirik. Sonra A ilə B'nin ortaq olanını bildik. Sonra B ilə C'nin ortaq olanı, daha doğrusu təkcə B'yə aid olan x çıxılsın 3'dür. Biz buradan artıq A'nı tapmışıq. A neçəyə bərabərdir? 2'yə bərabərdir. Sonra deməli x minus 1 də təkcə C'yə aid olan vurğudur. C'nin vurğuları ayıraq. C bərabərdir. X kvadratı üstəgəl cx çıxılsın 3. Bunun vurğuları hansılardır? Bunun vurğuları deməli verib ki, biri x minus 1, yəni x və mənfi 1. Onda bu 3 olacaq, bu da x olacaq. C'miz onda nəyə bərabərdir? Çarpaz vurub toplayanda 2x edir. Yəni C bərabərdir 2'yə. C bərabərdir 2'yə. Buradan deməli C'mizin vurğuları oldu. X çıx 1, x üstəgəl 3. Onda belə çıxır ki, x çıx 1 vurğu varsa, x üstəgəl 3 vurğu B ilə ortaqdır. B çoxhəllisi ilə ortaqdır. Onda B'mizin özü də olacaq neçə? Müsbət 3. Cavab olacaq 107-ci sualda. Demək 2 vur 3 vur 2, yəni 12. 108-ci sualda yenə çoxhəlli verilib. Amma burada A çoxhəllisi nəyə bərabərdir? X plus 4 və x minus 2. Buradan da alınır x kvadratı çıxılsın 2x üstəgəl 4x çıxılsın 8. Bu da nə deməkdir? X kvadrat üstəgəl 2x çıxılsın 8. Buradan P'miz alınır. Bax, P'miz alınır.
P'miz alındı 2. Q'müz alındı mənfi 8. Deməli, A üstəgəl B çox həddəsini. Elementarın şəkildə A, B çox həddəsini vurğulara verilmişdir. Hə. A'mızı tapdıq da. Hə, doğrudan bizim üçün burada P və Q onsuz da əhəmiyyət daşımır. Ümumiyyətlə, A çox həddəsini biz tapdıq ki, x kvadrat plus 2x minus 8'dir. İndi B çox həddəsini tapaq. B çox həddəsi x çıx 2 vurulsun. X üstəgəl 3'dür. Bu da olacaq x kvadratı üstəgəl 3x çıxılsın 2x çıxılsın 6'dır. Bərabərdir. X kvadratı üstəgəl x çıxılsın 6. Bu da bizim B çox həddimizdir. İndi A üstəgəl B çox həddisini istəyir bizdən. A üstəgəl B. Toplamamdan alınır. 2x kvadratı üstəgəl 5x çıxılsın 14. Bu çox həllini vurğulara ayıranda biz necə ayıra bilərik? Deməli, x 2x kimi, mənfi 2 7 kimi. Çarpaz vuruq toplayanda 4x 7x burada toplayanda x ile 3x toplananda 2x toplananda 3x alınır burada. Deməli onda çarpaz vuruq toplayanda 3x alınacaq. Deməli bərabərdir x çıxılsın 2 və x plus 7 vuruq alınacaq. Cavabımız bu şəkildə olacaq. 109-cu sualda 109-cu sual. Deməli Eiler-Venn diaqramı verilib. A çox həllisi, B çox həllisi verilib. Aha, A çox həllisini tapaq. A bərabərdir nəyə? X plus 3, x çıxılsın 4. Bərabərdir. X kvadrat çıx 4x üstəgəl 3x çıxılsın 12. Bərabərdir. X kvadrat çıxılsın x çıxılsın 12. Deməli buradan B və C'mizi tapdıq. B'miz neçədir? B'miz mənfi 1'dir. C'miz neçədir? C'miz mənfi 12'dir. Davam eləyək. Deməli keçək B çox həddimizə. B bərabərdir. X çıxılsın 4 vurulsun x plus 8. Buradan da vurub açanda alınır x kvadratı plus 8x çıxılsın 4x çıxılsın 32 bərabərdir. X kvadratı üstəgəl 4x çıxılsın 32. Onda belə alınır ki, m və n'imizi də buradan tapdıq. M'imiz 4 oldu. N'imiz də mənfi 32 oldu. Mənfi 32. Bizdən nə istəyir? B vurulsun m üstəgəl C vurulsun n bərabərdir. B vurulsun m. B neçədir? Mənfi 1 vurulsun m neçədir? Müsbət 4. Üstəgəl C vurulsun, yəni mənfi 12 vurulsun n neçədir? N'dəki mənfi 32'dir. Bərabərdir. Deməli, mənfi 4 üstəgəl 320, o da 64. 384. Toplananda eləyəcək 380. 110-cu sualda yenə A, B çox həddisinin vurğuları A, çox həddisinin vurğuları B-dirsə, deyir ki, tapın. A çox həddisini yazaq. A bərabərdir. X kubu çıx 3x kvadratı çıx 10x üstəgəl 24 bərabərdir. Bu çox həllini biz vurğulara ayırmaq üçün nə edə bilərik? Bu misalın həllində daha yaxşı olar ki, biz 3 həllini 2 həlliyə bölünməsindən istifadə edək. Yəni, vurğularından biri əgər x minus 4'dürsə, onda x kubu çıxılsın 3x kvadratı çıxılsın 10x
üstəgəl 24'ü biz bölək x çıxılsın 4'ə. Buradan onsuz da alınacaq 3 ədlini də ayrıca vurğulara ayıra bilərik. Deməli, ayıranda x kvadrat alınır, vuranda olur x kubu, çıxılsın 4x. Tərəf-tərəfə çıxanda qalır mənfi, yox, x kvadratı, gətirəndə 10x aşağı çıxılsın 10x olacaq. Buradan da üstəgəl x alınacaq, x kvadratı çıxılsın 4x, çıxanda mənfi 6x qalır, 24'ü gətirir aşağı, üstəgəl 24, mənfi 6 dəfə. Yəni olacaq mənfi 6x çıxılsın 24, daha doğrusu üstəgəl 24, tərəf-tərəfə çıxanda 0 qalır. Yəni bu çoxhədlimiz, yəni x kubu çıxılsın 3x kvadratı çıxılsın 10x üstəgəl 24. Bizə Venn diaqramından verilmişdi, vurğularından biri x çıxılsın 4'dür. Digər vurğumuz da oldu x kvadrat üstəgəl x çıxılsın 6. Buradan da x çıxılsın 4 bir vurğumuzdur. Bunu da vurğulara ayıra bilərik də x mənfi 2 müsbət 3 kimi. Yəni x plus 3 və x minus 2 kimi vurğulara ayıra bilərik. Deməli, A çoxluğumuz, daha doğrusu A çoxhədlimizin vurğuları oldu x minus 4, x plus 3 və x minus 2. Gələk B çoxhədlimizə. B çoxhədlimizdə necə həll edə bilərik? Deməli, A-mızın vurğularından biri hansı oldu? Ya da biz belə yazaq da, B bərabərdir x kvadrat çıxılsın 7x plus c. Vurğularından biri x-dir, biri mənfi 5'dir. Onda biri, bu da x olacaq təbii ki. Deməli, çarpaz vurub toplayanda ortadakı alınırsa, onda mənfi 5'in altında da mənfi 2 olacaq. Deməli, bunun da vurğuları oldu x minus 5, x minus 2 kimi. Yəni B çoxhədlimizdə belə oldu. Ortaq A ilə B-nin ortaq vurğu hansıdır? X minus 2. Yəni B'miz olacaq müsbət 2. Daha sonra təkcə A-ya aid olan element, yəni C'miz olacaq, mənfi 2-ni 5'ə vuranda 10 olacaq. Sonra burada nə qaldı? A qaldı. A çoxluğumuzun da elementi x çıx 4'ümüz var, x çıx 2'miz var. Bir dənə qaldı 3. Yəni A da olacaq 3. İndi bu çoxhəddə nə istəyir? A vurulsun B üstəgəl C. Yəni A vurulsun B, 3 vur 2 üstəgəl 10. Cavab olacaq 16. 110-cu sualda cavab 16. 111-ci sualda deyir ki, çoxhəldisinin vurğular verib diaqram etsin A, M plus A plus C cəmini tapın. A çoxhəldisini verək, vurğuları ayıraq. Deməli, birinci tərəfdən x kvadratını çıxardaq. Daha sonra mötərizə içində qalacaq x plus 2. Çıxılsın 9'u çıxardaq, x plus 2 qalacaq. Bərabərdir. X kvadratı, x plus 2'ni çıxardanda x kvadratı çıxılsın 9 eləyir. O da x çıx 3, x üstəgəl 3 deməkdir. Daha sonra B-yə baxaq. B çoxhəldisində isə, x kvadrat üstəgəl mx üstəgəl 10 alınıb. Venn diaqramında da bizim üçün verilib ki, bu A çoxluğu, bu da B daha doğrusu çoxhəllisi. Ortaq vuruq kimi x minus 3, x plus 3 verilibsə, deməli ortaq vuruq kimi x plus 2 qalır. Bu ortaq olan vuruqdur. X plus 2'dirsə, indi B-ni vurğulara ayıranda bu x, bu da 2'dirsə, bu 5, bu da x olacaq. Deməli bunun vurğuları olacaq x plus 2, x plus 5. Bizdən nə istəyir? X minus 3, x plus 3 və
M-imiz olacaq 7. Çarpaz vurub toplayırıq. Demək, M bərabərdir 7 oldu. S-mizi tapmışıq 2. A-mız da olacaq. A-mız da olacaq. Təkcə B-yə aid olan vuruq hansıdır? X plus 5. Yəni A-mız da olacaq 5. A-mız da 5'dir. Bizdən M plus A plus C-ni istəyir. M plus A plus C bərabərdir. Yəni 7 plus 5 plus 2 cavab olacaq 14. 111-ci sualda. 112-ci suala baxaq. Sonuncu sual. %112-ci sualda. Yenə A çoxəldisi, çoxluğu, daha doğrusu çoxəldisi verilib. Deməli, x kvadratın mötərizə xaricinə çıxardanda x plus 2 qalır. Mənfi 4'ü çıxardanda x plus 2 qalır. Bərabərdir. X plus 2'ni mötərizə xaricinə çıxardanda x kvadrat çıx 4 alınır. Burada x çıx 2, x üstəgəl 2 deməkdir. Venn diaqramın çəkib yerləşdirək. Bu A, bu da B olsun. İndi x plus 2 və x minus 2 verilib. Olmayan hansıdır? Biz nəyi çıxartmışdıq buradan? 3'ü çıxartmışdıq. 3'ü çıxartmışdıq. Deməli, x plus 3, burada da 3 alınırdı. Və deməli, vuruqlardan biri olacaq. X plus 3'ü çıxardıram mötərizə xaricinə. X minus 2, x plus 2. Deməli, ortaq vuruq olacaq. X plus 3. X plus 3. Belə çıxır ki, onda x plus 3'dürsə, onda B'nin vuruqlarından baxaq. B bərabərdir x kvadrat plus mx plus 3. Deməli, x, bu da 3 kimi verilibsə 1 olacaq. Demək, x üstəgəl 3, x üstəgəl 1 kimi vuruqlarına ayrılacaq. İndi bizə nə edir? Biz indi A-nı tapmalıyıq da. A olacaq neçə? X plus 3'ü tapmışıq. Deməli, digər vuruqda x plus 1'dir də. C-ni tapdıq neçə? Bax, M olacaq. M. Deməli, çarpaz vurub toplayırıq olur 4. Sonra A oldu 1. C də oldu 3. Bizdən nə istəyir? Bunların cəmi M plus A plus C. Yəni 4 plus 1 plus 3 cavab olacaq 8. Bu qədər.